Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün Azərbaycan milli mətbəxinə aid olan kövrəklikdə sərhəd tanımayan çox ləzzətli badam bura hazırlayıram. Mən birinci növbədə quru ərzaqlarımı qarışdırıram. Xəmir yoğuracağım qaba 1 kilo un, 1 paçka vanilin, yarım çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu əlavə edib quru ərzaqları qarışdırıram. Bir kənara qoyub apara hazırlayıram. Apara üçün bir qaba 1 çay qaşığı maya, yarım stəkan otaq temperaturunda olan ilıq su, 1 yemək qaşığı şəkər tozu və 2 yemək qaşığı dolu olmayan un əlavə edib qarışdırıram. Bir kənara qoyub mayanın aktivləşməsini gözləyirəm. Apara hazırdır. Artıq mən başlayıram xəmiri yoğurmağa. Onun içərisinə 200 qram xama, 3 ədəd yumurtanın sarısı, 150 qram əritdiyim kərə yağını, 1 stəkan ilıq südü və hazırladığım aparanı əlavə edib başlayıram xəmir yoğurmağa. Badam buranın xəmiri çox yumuşaq olmamalıdır. Xəmirin üzərini örtüb xəmirin gəlməsini gözləyirəm. İçliyini hazırlamağa mən içliyini badam ləpəsindən hazırladım. Sizlər istəsəniz qoz ləpəsi ilə də edə bilərsiniz. 250 qram təmizlənmiş badam ləpəsini azca tavada qovurub soyumasını gözləyirəm. Daha sonra qoz çəkən maşından keçirdib üzərinə 150 qram şəkər tozu və 1 çay qaşığı üyüdülmüş hil əlavə edib yaxşı qarışdırıb qoyuram bir kənara. Sonra isə qatların arasını yağlamaq üçün 250 qram kərə yağını əridirəm. Xəmir artıq gəlib, xəmiri 5 bərabər hissəyə bölürəm. Gündələdikdən sonra 10 dəqiqə, 15 dəqiqə üzərini streçlə örtüb gündələri dinlənməyə qoyuram. Gündələr dinləndi. Dəzgahın üzərini lazım olduqca unlayıb gündələri bir-bir yayıram. 5 gündən də hamısını bir-bir yayıb sonra yağlayıram. Və masanın üzərinə bir miqdar duru yağ əlavə edib masanı yağlayıram. Masanın üzərini niyə bitki yağı ilə, kərə yağı ilə yox, çünki xəmir kərə yağı ilə masanı yağlasam, xəmir masaya yapışacaq. Yuxaları masanın üzərinə qoyarkən çalışıram ki, yuxalar cırılmasın. Sonra üzərini kərə yağı ilə yağlayıram və sonda 5-ci qatı yağlamıram. Xəmirin qıraqlarını kəsib xəmirə 4 künc forma verirəm və başlayıram badam buraların lentlərini kəsməyə. Eni 2 sm. Rolon kimi bükürəm. Bütün rolonları hazırladıktan sonra üzərinə bir klok örtüb yenidən 10 dəqiqə dinlənməyə qoyuram. Rolonlar özlərinə gəldi, dinləndi. Artıq içlərinə içlik doldurub forma verirəm. Hər rolonun içərisinə 2 çay qaşığı içlik əlavə edib forma verirəm. Bütün badam buralarının içini doldurdum, forma verdim və badam buraları 130 dərəcə konveksiya rejimində bişirəcəm. Qeyd edim ki, badam buralar da şəkər buralar kimi üzəri ağ qalmalıdır.
Budur artıq badam buralar hazırdır. Badam buralar soyuduqdan sonra üzərini şəkər kirşanı ilə bəzəyirəm. Bu reseptlə ləziz, çox dadlı və xırçıltılı badam buralar hazırlaya bilərsiniz sizlər də. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Göz haqqınızı halal edin. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik.